Çin Ferrarisi desələr də bəziləri buna Xiaomi, bəziləri Xiaomi, bəziləri isə Xiaomi U7 Max deyir. Bu günlər sizlər üçün möhtəşəm bir avtomobil çəkirik. Xoş izləmələr. Bakı əziz şəhər, Mehriban diyar. Bəli, Mehriban diyarda yenə bir küləkli gün tapmışıq ki, biz bu günləri avtomobil incələyək. Amma bu külək də bizi saxlaya bilməyəcək. Çünki yanımızda 700 at gücündə bir Xiaomi U7 Max avtomobili var. Amma avtomobilin özünə keçməzdən öncə istəyirəm biraz Xiaomi brendi haqqında məlumat verim ki, Xiaomi bildiyiniz əslində telefon brendi idi. Daha sonra bu insanlar həmin telefonu daha da təkmilləşdirə qlobal bazara girmiş oldular. Bundan sonra keçdilər ki, qardaş, biraz keçək görək bu ev cihazlarında vəziyyət nə yerdədir və ev üçün müxtəlif cihazlar istehsal eləməyə başladılar. Elə mən özüm də şəxsən evdə Xiaomi'nin hava təmizləyici cihazından istifadə eləyirəm. Amma 2020'lərdə belə desəm, artıq Xiaomi Auto olaraq ayrıca bir bölmə yaratdılar. Designed by Xiaomi. Gördüyünüz kimi avtomobil istehsal etməyə başladılar. İlk avtomobilləri isə Su7 olaraq keçirdi. İnternetdə araşdırsaz tapa bilərsiniz. Bizim ölkəmizdə də bir neçəsi var. Amma 2025-ci ildə bu gördüyünüz SUV, bir çoxları ona Çin Ferrarisi belə deyir. Səbəb isə çox sadədir. Ferrari Prosang'a çox bənzəyir dizayn olaraq. Avtomobilimizin arxa görüntüsü isə, arxa belə deyərdim, stopları Aston Martin'ə də bənzərliyi eləyə bilir. Hətta deyərdim ki, arxa belə body style isə Taycan Turismo modellərinə də bənzəyir. Amma bənzətmələri qoysaq kənara, bu günləri bu avtomobil haqqında ətraflı məlumat verməyə çalışacağım. İlk növbədə istəyirəm avtomobilimizin bir vizual, eksteriyer dizaynına nəzər salaq. Nə ləzzət elədi mənə desəz, avtomobildə, indi bilməm nə dərəcədə görünür yoxsa yox, X formada belə bir bizim işıqlarımız var. Onun aşağı hissəsində isə bizim Matrix dediyimiz ön fənərlərimiz var. Ümumiyyətlə avtomobilimiz tam elektrikli olduğu üçün 2 elektrik mühərriki ilə çalışır. Max modeli 4 çəkən olaraq adlandırılır. Onu da qeyd edəcəm ki, U7'nin əslində sadəcə Max'ı yoxdur. 3 versiyası var. Xiaomi U7, Xiaomi U7 Pro, Xiaomi U7 Max 1 TB. What? Zarafat edirəm. Yəni telefondan çox uzağa getmədilər. Standart digər Chang'an modelləri Plus deyirdi, nə bilim, başqa artırmalar eləyirdi. Xiaomi dedi ki, qardaş, nə gərək var? Elə telefonda Pro var, Pro Max var. Biz də maşının adını belə qoyaq da. Və ona görə də Max adı ilə bu avtomobili istehsal ediblər və Max dediyimiz hiss edirsiniz ki, nəslinin, yəni sinfinin ən dolu komplektasiyasıdır. Burada bəzi fərqləndirmələr də var, düzdür. Çünki U7 Max alsanız belə bəzi əlavə aksesuarlar da əlavə ödəniş eləyərək ala bilərsiniz. Nəyimiz var desəz, gəlin avtomobilin yan tərəfinə baxaq. Gördüyünüz kimi 21 ölçüdə xromlu qaralı belə bir diskimiz var. Yəni bu standart olaraq satılmır, siz əlavə ödəniş edirsiniz ki, bu maraqlı görüntülü disklərdən ala biləsiniz və onun tam da arxa hissəsində Brembo'nun əyləc sistemini görə bilirsiniz. Əyləc demişkən bir məsələyə toxunmaq istəyirəm. Deməli, təxminən il yarım bundan öncə bir video görmüşdüm internetdə ki, Xiaomi Su7 ilə normal trekdə avariya eləyirlər və səbəb isə əyləc sisteminin, belə deyim, sıradan çıxmasını göstərilmişdilər. O zaman mən biraz Xiaomi brendindən qorxmuşdum ki, bu insanlar telefon eləyir, elektronik əşyalar eləyir, amma deyəsən avtomobil söhbətində uduzdular. Çünki çox ciddi bir problemdir ki, hər hansı bir brendin əyləclə bağlı problemi yaransın. Amma daha sonra bu səhvlərini boynuna aldılar. Çünki bu avtomobillərin əyləcini Xiaomi özü istehsal etmirdi, Brembo'ya tapşırmışdı və Brembo'nun həmin avtomobil üçün istehsal etdiyi əyləc sistemində bəzi problemlər ortaya çıxmışdı. Daha sonra Brembo oturdu, qardaş, dedi, yox, təzə bir dənə variant fikirləşmək lazımdır və yenilənmiş Brembo əyləc sistemi ilə Su7'ləri, Su7 Ultraları və U7'ni də təchiz etmiş oldular. Yəni bu gördüyünüz əyləc sistemi, yəni bu da əlavə olaraq ödənişdir, əlavə olaraq pul verilir. Fikir versəz, standartda deyəsən qırmızı gəlir, amma sarı gələn artıq yenilənmiş
daha güclü Brembo'nun əyləc sistemidir. Hansı ki, səhv etmirəmsə Su7 Ultra'da da bu əyləc sistemindən istifadə olunub. Düzdür, indi bu günləri bu videoda Su7'yə çox girməyəcəm. Çünki bugün U7 çəkirik, bir SUV çəkirik və hal-hazırda ciddi, yəni dərəcə göstərmiş bir SUV avtomobildir. Shenzhen Race trackindəmi, səhv etmirəmsə, Çinin bir trackində bu avtomobilin SUV olaraq rekordu var. Onu da gündüz bir dənə efirə buraxarsan zəhmət olmasa. İndi əyləcdən dedik, 21'lik disklərimiz var dedik. Yavaş-yavaş istəyirəm avtomobili başlayaq biraz qurcalamağa. İlk növbədə ön tərəfində bir dənə, gündüz hazırsan, hərəkətə bax bir dənə. Burada bir dənə düyməmiz var. Uşaqlar, gündüz özünü itirdi, təzdən göstərirəm. Bax, burada bir dənə düyməmiz var. Əlin cibində. Gəldin. Çox geniş bir bagaj həcmimiz var. Avtomobil elektrikli olduğu üçün təbii ki, buranın da bagaj həcmi olaraq istifadə edirlər. Yayda qaqaş, istidir, vanna doldurdun buzla, oturdun. Yəni, düzdür, bura bəzi qeydlər olunub, onları da göstərəcəm. Amma məsələ o deyil, tam da yuxarı hissəsində 22.000 RPM, 508 kW və 866 Nm torku olduğunu bu avtomobilini burada qeyd olunub. Designed by Xiaomi. Burada bəzi qeydlər var. Uşaq qoymaq olmaz, it qoymaq olmaz. Yəni bunu da zəhmət olmasa nəzərə alın. İstəsək pult vasitəsilə də bağlaya bilərik və yaxud da ki, yan hissədə bizim elə həmin düyməmizi bastıq. Yaxşı, çox yaxınam, deyir, keş qırağa. Hə. Belə forma... Ya, bu küləkdə bağlanmır. Bilmədim, nəsə o knopka ilə yola gedə bilmədim, amma içəridən rahat formada bağlaya... Başı küləyi imkan vermir ki, bu bağlansın. Bağlamağa çalışırıq. Qaxırdaşın çərpələng. Avtomobildə U7 Max-ı əlavə nə ala bilərsən deyə soruşsan, karbon güzgü qapaqları ala bilərsən və bu real karbondur, yəni aquaprint o suya falan soxub çıxartmayıblar. Real karbondur və avtomobilimizdə hər yerində kamera var. Ön hissədə var, burada var, burada var. Lidarımız var və lidarımız çalışır. İrəliləyən dəqiqələrdə avtomobili idarə eləyəndə bütün söhbətləri göstərəcəm. AI ilə gedir maşın. Səbirli olun, göstərəcəm. Amma bir yan tərəfinə ümumi baxsaq, Prosanga oxşur. Yəni, nə yalan deyim, Ferrari Prosanga çox bənzəyir. Hətta yan tərəfdən görüntüsü daha çox bənzəyir. Çünki bu iki qapının arasında olan bu ara kəsmə, belə bir qara keçid falan Prosangda da var. Belə deyərdim sizə. Bu hissədə də bizim kameramız var. Damımız tamamilə şüşədir. Ağarır, qararır. Onları da izah eləyəcəm. Vakuum da öz yerində. Yəni, bunu qoyublar, sağ olsunlar. İndi keçirik avtomobilimizin arxa hissəsinə. Amma öncəsində burada bizim yanacaq çənimizin qapağı var. Amma əslində avtomobilimiz tam elektrikli olduğu üçün buradan avtomobili şarja qoyuruq. Voila! Gördüyünüz kimi hər şey elektrondur. Burada bizim AC-DC portlarımız var. Onu qeyd edeyim ki, sürətli şarjla cavanlar 10%-dən 80%-ə sürətli şarja bizim ölkəmizdə olmayan 8 ya 10 dəqiqəyə tam doldurub çıxıb gedirsən. Amma avtomobilin sahibi avtomobili artıq 1000 km sürdüyü üçün deyir, qardaşım, avtomobil 600 km rahat gedir. 10 gündə bir dəfə, həftədə bir dəfə gedirəm 20 dəqiqə. Doldurdum, getdim. Yəni, məncə çox bombada, həm də cibədə uyğundur. Amma indi qazağa getmək istəyirsənsə, o biraz düşündürücü məncə. Düzdür, yol üstü yer tap, nəysə. O elektrikli sürənlərin problemi olsun, keçək arxaya. Oğlanlar var Tesla ilə İsveçrəyə gedir, San Moritzə, nəyim, qarda, buzda sürüşməyə. Yəni, dediyim odur ki, oğlanlar var. İstəyən oğlan hara istəsə çıxıb gedə bilir. Düzdür, indi yolda oturub gözləyə gedib. Amma nəticə, gedib çatıb, indilərdə də artıq üzü Bakıya tərəf qayıtmalı olmalıdır. Yəni, arxaya baxanda Prosanga bənzəyir, yenə deyirəm. Taycan Turismo'ya da baxın, bu hissələr bənzəyir. Arxa stoplarda Aston Martin DBX-ə də bənzəyir, amma bu bir Xiaomi U7-dir.
Arxa hissədə Xiaomi yazısını görürsünüz. Bagajı açmaq üçün pultdan, maşının içindən və yaxud da ki, buradakı gördüyünüz düymədən aça bilirik. Çox iri, 600 neçəsə litrlik bagaj həcmimiz var. Yəni, məncə möhtəşəmdir. Hətta bunu qaldıranda da kiçik bir bölmə də aşağı hissəmizdə var. Amma deyirsən ki, qardaşım, bu mənə bəs eləmir. Show must go on. Burada bizim düyməmiz var. Yəni artıq hansısa evə köçüb eləyəndə yük maşını lazım deyil. Yüklədim qardaş. Xaladelnikə kimi məncə salıb apara bilərsən. Çox genişdir. Şüley bizi. Nə qədər ki bizi külək aparmayıb avtomobilin ölçülərində deyim, uzunluğumuz 5 metr, enimiz isə 2 metrdir. İndi keçək avtomobilimizin interyerinə və sürüş testinə. Bu dəfə avtomobilimizin arxa oturacaqlarından istəyirəm başlayayım. Arxa çox genişdir. Burada heç bir çıxıntı, hündürlüyü yoxdur. Elektrik avtomobillərdə artıq biz buna öyrəşmişik. Bu hissəmizdə belə bir qol qoyan var. Bunu qaldırsaq, arxa oturacaqlarımız da elektron olduğu üçün istədiyimiz qədər arxaya biz bunu bu formada verə və yaxud da ki, qaytara bilərik. Tam da mərkəzdə belə bir planşetimiz var. Yəni adamlar telefon hazırladığı kimi belə bir planşet də hazırlaya bilir. Və bununla biz oturacaqların isitisini qoşa bilirik və yaxud da ki, klimatı rahat bir formada idarə eləyə bilirik. Mahnını qoya bilirik, mahnını dəyişə bilirik. Nə bilim, bütün funksiyalar demək olar ki, hamısı burada var və işimiz bitəndə də təzdən bura ehtiyatla hop yerləşdirdik və qaldı orada. Bizim burada da həm soyuducu, həm isidici. Yəni istəsəz xaladelnik kimi, istəsəz də bir yüngülvari peçka kimi işlədə biləcəyiniz bir bölmə var. Bundan savayı burada da belə bir rəfimiz var ki, nəsə şəxsi əşyaları bura rahatlıqla qoya bilərsiniz. Belə, keçək əsas məsələ pilotun yanına, görək orada vəziyyət nə yerdədir. Cavanlar, axır ki, Bakı küləyindən canımızı qutarıb U7 Max-ın interyerində əyləşmişik. İnteryerimiz möhtəşəmdir. Ağ rəngdə salonumuz var və yarı belə də kombinirованный deyirlər. Yuxarı hissəmiz tünd yaşıl rəngdə, bahalı yaşıl deyərdim. Aşağı hissə isə tamamilə ağ rəngdədir. Ümumi interyeri çox sevdim, çox xoşuma gəldi, futuristikdir və digər avtomobillərdən fərqli olaraq tam da ön hissədə, belə deyim, patpresin tam aşağı hissəsində bizim dəş var, belə deyim, belə bir barımız var ki, müəyyən bir dəyişikliklər orada eləyə bilirik. Bundan savayı avtomobilin bütün salonu dəridir, yuxarı hissələr Alicantaradır. Avtomobilimizdə Xiaomi tərəfindən 24 dinamikli səs, akustik sistem yığılıb, yəni yığılıb zavod olaraq gəlib. Bundan savayı da dəri olan hissələrdə hamısı nappadır. Başqa nə deyə bilərəm sizə? Çox maraqlı, tam da dairəvi olmasa da Xiaomi bizim sükanımız var. Üzərində Drive Mode və AI asistant var. Ona da gələcəm. Amma ümumi baxanda burada bizim telefonumuzu şarja qoymaq üçün fast charge hissəsi var. Düzdür, məndə kabroda olduğu üçün indi yığmayacaq. Narahatçılıq deyil. 2 ədəd bizim burada istəkan, yəni stakan yerimiz var və burada da standart bir belə bir bölməmiz var. Aşağıda yenə deyirəm, qadın çantası qoya bilmək üçün, yəni genişliyi belə formada izah edeyim. İri bir hissə var və 2 dənə də cibimiz var. 2 dənə də Type-C girişimiz var. Dam hissə tamamilə şüşədir. İstəsək monitordan basaraq qaralda bilirik. 3 dəqiqə ərzində qaralır. Fikir versəz, indi irəliləyən dəqiqələrdə bu qaralacaq və yaxud da ki, gündüz hal-hazırda qaralmış versiyasını sizə göstərmiş olur. Avtomobili idarə etməzdən əvvəl bu əsas main screen-də çox maraqlı funksiyalar var. Onların bəzilərini istəyirəm sizə göstərim. Hamısını təbii ki, göstərə bilməyəcəm, çünki 1 saatdan çox olacaq. Ümumi danışası olsaq, artıq yeni avtomobillərdə gördüyümüz kimi hər bir şeyi buradan idarə edə bilirik. Güzgüləri tənzimləmə, sükanı tənzimləmə, hamısını buradan istədiyimiz formada seçə bilirik. Amma indi sizə maraqlı bir şey göstərmək istəyirəm. Hansı ki, onu buradan da göstərə bilirik və yaxud da ki, knopkamız da var burada. Knopkana basaraq da göstərə bilirik. Nədir məsələ? Zero Gravity dediyimiz uzanma funksiyası. Hansı ki, sürücü üçün də, sərnişin üçün də ayrı-ayrılıqda bu
proses var, amma mən sürücü olduğum üçün indi o prosesi sizə göstərirəm. Misal üçün avtomobili şarja qoymusunuz və yaxud da ki kimisə gözləyirsiniz və yaxud da ki yol getdiniz, yoruldunuz, dedim hə bir çəkim sağa dincəlim. Onda bir dənə bunu bastım. 正在进入零重力，请注意安全。 Deyir ki narahat olma, hər şey yaxşı olacaq. Heç nə eləmirəm. Ya Allah, bismillah. Möhtəşəm deyilmi? Məncə möhtəşəmdir. Dam da qaraldı. Yaxşı, biraz da qalsam yuxu 正在恢复 basacağım. 驾驶位置，请注意安全。 Tərtəmiz. Deməli, indi avtomobili idarə etməzdən əvvəl modlarımız var. Başqa sizə canım desin, zolaq tanıyır, plakat oxuyur, özü park eləyir, AI assistantla avtomobil özü sürür, gedir falan. Bunların hamısını göstərəcəm. Şarj məsələsinə gəldikdə avtomobilimiz CLTC, yəni Çinlilərin ölçməyi ilə 720 km falan belə bir yürüş verir. Amma avtomobilin sahibinin dediyi dəqiq məlumata görə 600 km belə yox, belə rahatlıqla sürə bilirsən və avtomobildə fast charge funksiyası var. 8 dəqiqəyə dolum eləyir, amma təəssüf ki, bizdə həmin stansiya olmadığı üçün bizim stansiyalarla 20-dən 80-ə, qardaş, 20 dəqiqəyə doldurdun və 600 km rahat sürə bilirsən. 12-15 manat aralığında da xərcimiz çıxır. Cibə də uyğundur, belə deyərdim. Və günün sonunda siz 700 at gücündə bir avtomobil idarə edirsiniz və 4 çəkəndir. Qara, buza, nə bilim, off-roada, hara istəsəz də gedə bilərsiniz. Bundan savayı Apple CarPlay, Android CarLink falan hər şey var. Bundan savayı Xiaomi'nin özünün də həm ID olaraq rahatlıqla qeydiyyatdan keçə bilirsiniz və siz Xiaomi telefonu işlədirsinizsə, bayaq qeyd elədiyim kimi ekosistem burada da öz sözünü deyir. Hər şey bir-birinə bağlı formada olmuş olur. Displeydə dəyişiklik eləyə bilirik. Light, dark, nəsə beləsə və yaxud da auto, axşam qaralsın, gündüz ağarsın kimi söhbətlər. Sound məsələsini gördüyünüz kimi, yəni burada hətta dəyişib teatralni, konsert falan onları da eləyə bilirsiniz. Düzdür, indi bu 24 dinamiki yoxlaya bilmirik. Səbəb də odur ki, copyright düşəcək mahnı. Ona görə çox bir şey eləyə bilmirik. İndi sizə maraqlı bir şeylər göstərəcəm. Sözüm onda yox. Burada çox şey var, amma istəyirəm bir dənə yuxarı baxaq. Yuxarıda bizim qəza işığımız var. Onun da yanında belə foto olmaz deyə bir düyməmiz var. O da nədir? Əgər siz bir cavan oğlansınızsa, avtomobildə bir date'də falansınızsa, heç bir çəkiliş falan olmasını istəyirsinizsə, bir dənə knopkana basın ki, qardaş, mənim şəxsi həyatıma qarışma, şəxsi həyatımı çəkmə. Bu da belə bir knopkadır, amma ümumiyyətlə avtomobildə telefondan idarə etmə, hər şeyi idarə eləyə bilirik. Nə bilim 360 kameramız, security modumuz var ki, avtomobili saxladın, getdin. Kimsə avtomobilə yaxınlaşdı, heç əlin vurmasına. Yaxınlaşdı, başlayır video çəkmək ki, bax, falan kəs gəldi, falan yerə toxundu, falan şeylərdi, çıxdı, getdi. Bunlar belə. Uşaqlar, hal-hazırda parking ərazisindəyik. Avtomobili yavaş-yavaş idarə edirik. Baxın, indi misal üçün, deyək ki, fikir versəz, irəlilədikcə park ərazilərini biz görə bilirik. Avtomobili saxladıq. Deyir, seç. Harda park etmək istəyirsən? Mən də deyirəm ki, bax, biraz çətin olsun da qoy. Burada park etmək istəyirəm. Ayağımı falan, əlimi hamısını çəkdim. Özünüz görürsünüz. Yəni, bir çox ölkəmizdə olan sürücüdən daha ehtiyatla, daha düzgün formada park eləyir. Hətta sağ-sol biraz o yan bu yan olanda da özünü düzəlişdirir, eləyir. Fikir verdiniz, biraz əyri oldu, nəsə xoşuna gəlmədi. Qayıtdı ki, yox, hələ də dəymirəm, gözləyirik. Maşın hazırdır və 37 saniyəyə park etdi, 4 dəfə dala qabağa verdi, yəni gir dəyişdi. Bu qədər sadə. İndi, şahlar, deyəsiniz ki, bilirəm siz darıxırsınız belə videolarda ki, ay Fəxri, bunu sür. Sürəcək, narahat olmayın. Yavaş-yavaş irəlilədikcə istəyirəm drive modları da sizə izah edeyim. Drive modları dəyişdikcə ön daşda biz hər bir şeyi rahatlıqla görə bilirik və o maraqlıdır ki, avtomobildə at gücündə birbaşa yazır. Misal, hal-hazırda Sport Plus-dayıq. Misal üçün, Eco var, 367 at gücü. Beginner 210 at gücü. Bu təzə başlayanlar üçün ki, öyrəş elə, sonra açarsan sürət. Yeri gəlmişkən avtomobil 0 km alanda 300 km sürməlisiniz ki, avtomobilin tam bütün bu performans hissələri aktiv olsun.
Komfortda 408 at gücü, sportda 618, Sport Plus'da isə 690 boost knopkamız da var və onu da qeyd edeyim ki, avtomobilimizdə Air askı sistemi olduğu üçün Sport Plus'da özü polnu pasatka verir. Nə bilim, off-road'a qoyanda özü maksimum qalxır. Yəni Air bildiyimiz Air'dir və yaxud da ki, Eco'da isə hər şey kəsir ki, qardaş, elə minimalla fırlanarıq, zaryadka yemək istəmirəm. Biz komfortla istəyirəm davam eləyək. Bir də onu deyə bilərəm ki, uşaqlar, avtomobil kənardan çox maraqlı görünür. Yəni bayaqdan kim keçir, gəlir, hamı baxır. Yeri gəlmişkən launch control da var uşaqlar. Onu da qeyd edeyim. Elə buradan baba belə launch mansat heç nə yox. Bax, Sport Plus 690 at gücü. Hold da elədik. Maraqlıdır yo. Sonra bundan savayı uşaqlar hər yerdə kamera olduğu üçün dönmə işığını yandıranda artıq güzgüdən də və yaxud da ki kameradan da biz rahatlıqla baxa bilirik. İstəsək bu kameranı orada keçirə bilərik, amma burada olmağı düşünürəm daha yaxşıdır. İndi sizə yüngülvari bu asistanı da göstərmək istəyirəm. Misal üçün, düzdür, indi bizdə xətlənmə super olmadığı üçün maksimum çalışacağım göstərim. Bax, sükanda bu düyməyə bastıq. Asistan düşdü şeyə. Sürətimizi də eləyək 50, 60, 58. Düzdür, arada deyir ki, yatıb eləmə, sükandan tutan. Fikir versəz, zolaqları tanıyır. Yolda keçən, peşoxoda, peşoxoda belə göstərir. Daha üçün, dəyişmək istəyiriksə palasanı, bastım, saxladım. Xəttlərimiz o qədər möhtəşəmdir ki. Bax, qarşıdakı maşını da gördü. Bastım, saxladım ki, şərait olanda bir qarşıdakı maşını gördü. Yüngül rulu tutmalıyıq. Aha, mən heç nə eləmirəm. Rulu təzədən tuturuq, misal üçün ki, bir dənə də dəyiş. Teknologiya. 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 Yox. Biz razvarad eləyəcəyik, ona görə yaxşı rulu da tutdum. Rulu tutmasam bir yaxa qardaş döyənən deyirəm. Yəni asistanı bağlayaq bir ucuzkoy sürəkdə bir maşını. Yəni bu məsələ də var, bu da işləyir. Başqa sizə nə deyim? Mən nə xoşuma gəldi ki, misal üçün normalda bir çox Çin avtomobilində olan funksiyalar bizim ölkəyə gələndə deaktiv olur. Yəni hansısa funksiyalar işləmir. Amma Xiaomi-də 99% demək olar ki, nə deyilibsə qardaş, hamısı işləyir. Belə də uşaqlar, yəni özünüz bilirsiniz ki, mən elektrikli avtomobillərlə çox da belə dəhşət fanatı deyiləm, amma Xiaomi mənim fikrimi yavaş-yavaş dəyişir. Bu necə deyərlər, qanıma girir. Bu belə şeydir ya, riski belə gəldim, getdim. Dördçəkər olmağı artıq fikir versəz yerə tutunması da yaxşıdır və avtomobilin üzərində istehsalçı tərəfindən Michelin Pilot Sport EV olaraq, yəni sırf sport elektrikli avtomobillər üçün nədirsə, həmin təkər ölçüsü ilə gəlir, həmin təkərlə gəlir, belə desəm. Yəni 1-2 ilə hiss edirəm artıq bu Çinlilər teleportu tapacaq, yəni. Teleport olursan zaten. Buradasan, risk oradasan. Çaxnaşma düşdü. Uşaqlar çox rahatdır. Yəni düşünürəm ki, askı sisteminin havalı olması da burada böyük bir nüansdır. Çünki misal üçün da kələ-kötür yoldan falan da keçirik. Heç incitmir. Belə ruhum gedir arxaya. Fikir versəz ki, Kia'nı görür də, yəni. Çox maraqlı. Yeri gəlmişkən belə uçduq, qaçdıq. Onu da qeyd edeyim ki, avtomobilimizin 0-dan 100-ə sürətlənməsi 3.2 Focus on saniyədir. driving. Yaxşı da ya. Sorry. Uşaqlar, maşın deyir ki, yola bax.
Sonra özü belə şey dedi, belə yola bax. Mən o intonasiyasından hiss elədim. 0-dan 100-ə sürətlənməmiz isə 3.2 saniyədir uşaqlar. Yəni bir SUV avtomobil üçün elə belə bir rəqəm yoxdur da, yəni. Var, taparsan özü kimilərdən, amma bu da gedir. Hər basanda buradakı belə deyim, əzələlər belə bir dənə dayanır ki, mən yoxsa baş gedir. Amma bununla səhərə kimi oynayaram, yəni. Bir dənə də eləyək, xoşuma gəldi. İstər-istəməz belə səslər gəlir adamdan. Bundan savayı cavanlar. Bir-iki şey də var monitorda, onu göstərmək istəyirəm sizə. Gözlə, mən biraz artistlik eləyəcəm. Bax, bura park edər. Bu məndə olsa, mən də park eləyən deyiləm. Eləyir də özü. Sən park elə, mən veşlərimi yığımcan. Çox rahat. Çox rahat eləyir, yormur adamı. Allah köməyin olsun. Çox sağ ol. Deməli, cavanlar, burada bir məsələ də var idi. Yəni, yenə də deyirəm, avtomobilin bagajını, kapotunu, hamısını buradan aça bilərsiniz. Misal üçün, ön hissəni istəyirəm açım. Çox rahat. Ona görə deyirəm ki, əslində fiziki düymələr o qədər də ehtiyac olmur. Açdım, veşi qoydu kimsə, dostum, sumkasını qoydu, gəldi, oturdu yanımda. Tərtəmiz. Bu da çox qəribədir ki, oturduğun yerdə kapot açılır, üzvə bağlanır avtomatik. 3 barmaqla deyilənə görə çevirməliyik. Görüntümüz möhtəşəm. Burada yenə deyirəm, Passatkadır. iPhone-dur. Bax, uşaqlar. Hal-hazırda clearance-im, misal üçün, 147 mm-dir. Misal üçün, low-dadır. Qaldırdıq oldu 150, bax, qalxırıq, 162. Bir dənə option high. Və uşaqlar, tez qalxıb düşür, onu da qeyd edim. 222 mm oldu. Aslında bizim göylərdə gözümüz yoxdur. Sonra nəyimiz var? Arxa şarj portunu aça bilərik, bagajı açıb bağlaya bilərik. Başqa, bu hissədə AC-ni bilirik. İstəsək buradan, istəsək arxadakı göstərmişik. Bir dənə də belə telefonumuz var. Arxada istəsək buradan da klimanı ayarlaya bilərik. Bu qoyaq yerinə. Bundan savayı oturacaqların ön hissədə isidici, soyuducu var. Arxa oturacaqlar hər üçünün, ikisinin yox, hər üçünün isidicisi var. Masaj funksiyamız var. Levellərlə falan necə olsun, nətər olsun. Bayaqdan qoşardım, gerək yadımdan çıxmışdı. Sonra burada istədiyimiz formada hər bir oturacağı arxaya, qabağa və yaxud da ki, bayaq dediyim zero gravity eləyə bilirik. Yəni, knopka ilə dedim və yaxud da ki, buradan dedim. Uşaqlar, ön hissədə gördüyünüz hissədə biz dəyişiklik eləyə bilərik. 3 hissəyə bölünüb. İstədiyimizə priboru dəyişə bilərik, misal üçün. Belə olsun, belə olsun, nə bilim, belə olsun. Məncə elə bu yaxşıdır. Orta hissədə, misal üçün, deyəm, burada kapibara gəldi. Kapibara biraz yuxuludur, qoyub geçsin yatmağa. Yəni, bütün proseslərin hamısını burada biz buradan da istəsək dəyişə bilirik. Yəni, uşaqlar, oynanası çox şey var bu avtomobildə. Uzun sözün qısası, masajı da söndürüm. Belə cavanlar, videomuz bu qədər idi. Zəhmət olmasa avtomobillə bağlı nə fikriniz varsa, nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi, hamısını videonun altında şərh olaraq qeyd eləyin. Videonu bəyənin, kanala abunə olun. 正在进入零重力，请注意安全。 Qulaq asın, bu da deyir ki, kanala abunə olun. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Mən getdim.